Vəkillik məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Bu fikirlər 28 dekabr Vəkil Günü münasibəti ilə keçirilən mərasimdə səsləndirilib. Tədbirdə Vəkillər Kollegiyasının illik hesabatı açıqlanıb. Həmçinin 60 namizəd and içmə mərasimində iştirak edərək kollegiyanın sıralarına qəbul edilib. Onlara vəkil vəsiqələri təqdim edilib. Mühakiməsinin daha səmərəli olmasına xidmət edə bilər. Olduqdan sonra vəkillik üsul nə qədər sizi Bugünkü and içmədən sonra artıq ölkədə 2836 nəfər vəkil fəaliyyət göstərir. İlk dəfə olaraq tariximizdə bu sayda Azərbaycan vəkili fəaliyyət göstərir və vəkillərimiz tək Bakı şəhərində deyil, eyni zamanda regionlarda da fəaliyyət göstərəcəklər. Artıq gələn il üçün proqnoz verə bilərik ki, vəkillərin sayı 3000 rəqəmini ötəcək və bu rəqəm getdikcə daha da artacaqdır.